Sezarı bir də restoranda sifariş etməyəcəksiniz. Ən dadlısını evdə özünüz bu reseptlə hazırlaya bilərsiniz. Bunun üçün toyuğun sinə ətini ilk öncə ədviyyatlarını və duru yağını vurub yaxşı isitdiyim tosterdə qurutmadan 10 dəqiqəyə üzəri qızarana qədər bişirirəm. Daha sonra sosu üçün 2 xörək qaşığı mayonezin üzərinə duz, istiyot, yarım limon suyu, 1 diş sarımsaq və rəndələnmiş parmezan pendiri əlavə edib qarışdırıram. Salatı təqdim edəcəyim boşqaba kahını əlimlə iri hissələrə bölüb əlavə edirəm. Siz eyni qaydada iceberg kələmindən də istifadə edə bilərsiniz. Sosu kahının üzərinə əlavə edib hər tərəfinə gələcək şəkildə yaxşıca qarışdırıram. Üzərinə isə qızartdığım toyuq ətini yerləşdirirəm. Salatı süfrəyə fərqli şəkildə təqdim etməkdə isə köməyimə Grenk markasının müxtəlif dadlarda olan duru yağda qızardılmış suxariləri çatdı. Mənim salat üçün seçimim isə dadını çox sevdiyim acılı növü oldu. Grenklərin dalğavarı şəkildə olması, istər görüntü olaraq, istərsə də ləzzət olaraq salatımı çox gözəl şəkildə tamamladı. Doğradığım pomidorları da yerləşdirib, ən sonda üzərinə pendirini də rəndələyib salatımı sonlandırıram. Salatı süfrəyə bu şəkildə servis etsəz, qonaqlarınız da çox bəyənəcək. Daha dadlı reseptlər üçün səhifəmi izləməyi unutmayın. Hələlik!